Salam, mən həkim mama ginekoloq Sevinç Alıyeva MediLife klinikasında fəaliyyət göstərirəm. Bugün sizə sonsuzluq barədə qısa bir məlumat vermək istəyirəm. Əgər siz bir ildir ailəlisiniz və qorunmadan hamiləlik baş tutmayıbsa, siz həkimə müraciət etməlisiniz, müayinələrdən keçməlisiniz, sonsuzluğun səbəbi aşkarlanıb müalicə almalısınız. Sonsuzluğun müayinəsi geniş bir müayinədir. Səbəbində iki faktor rol alır, kişi və qadın faktoru. İlkin olaraq biz kişilərdə spermoqrama analizini alırıq və cavabda hər hansı bir narahatçılıq, problem qeyd olunursa, müvafiq müalicə təyin olunur. Qadınlarda isə ilkin olaraq ginekoloji baxış təyin olunur, ultrasəs müayinəsindən keçirdirik və hormonal statusa baxılır. Əgər bir il ərzində qorunmadan hamilə qalmırsınızsa, boruların rentgen müayinəsi də aparılır. Bütün bu müayinələr aparıldıqdan sonra sonsuzluğun səbəbi aşkarlanır və müvafiq müalicə təyin olunur. Yuxarıda qeyd etdiyim faktorlardan əlavə sonsuzluğa başqa faktorlar da təsir edə bilər. Evlənmə yaşının artması, qidalanma faktoru, stres faktoru, bunlar da sonsuzluğa təsir edə bilirlər. Əgər siz bir ildir ki, ailə qurmusunuz və qorunmadan hamiləlik baş tutmayıbsa, tam güvən və əminlik hissi ilə bizə müraciət edə bilərsiniz.